Solmazın fikrini almaq istəyirəm. Solmaz ilk dəfədir belə bir verilişdəsən və gözünün qarşısında Solmaz mənə çox yaxın bir dostumdur. Bizim şirkətlə inşallah Amerika Birləşmiş Ştatlarında təhsil almağı istəyirlər. Solmaz, gedişatı görürsən. Səncə nə baş verir? Əvvəla dəvətiniz üçün təşəkkür edirəm. Düzü mənə heç inandırıcı gəlmədi. Səmaya xanım deyən kimi üzü gülməyə başladı. Mimiklər nəydən səbəbsiz? Bəli, özünü bəli elədi. Və ayrıca mən çox üzülürəm ki... Rusiyyətdə bəli, mən dağılmaram, dağ deyirəm. Amma Azərbaycanda xeyr. Ya, Rusiyyətdə deyir o. Mən şəxsən çox üzülürəm ki, bu yaşında ailə bura kimi gəlib bir neçə ildir çıxıb, sonu yaxşı bitirməyə əvəzinə oturub mamlıq pul davası eləyirsiniz. Övladınız var mı sizin? Yox, qadağalı. Mənim 2 dənə evladım var. Bəli. Pul anada olsa da uşağa qalır da. Xeyr, bir dəqiqə. Mən oğlumun qadağalı imkan vermirsin. Evlad kimin yanındadır? Danışın da. Hə, danışın, Mənim bildirin. oğlumun 1 yaşından oğlumu məndən aralayıblar. 1. Qızımı 4 yaşından aralayıblar. 2. Necə aralayıblar ki, sizdən 4 Məhkəmənin yaşında? qərarı. Deməli, onda səhv sizdə olub ki, məhkəmə qərar sizdən yana olmayıb da. Var, niyə? Niyə övlad atasından bir yerə ayırsınlar? Sizin uşaqların neçə yaşı var İlqar bəy? Bu Bu dəqiqə, bugünkü gündə sizin övladlarınızın neçə yaşı var? Oğlumun 30 yaşı, qızımın da 88. Deməli, müəyyən qədər də düşünmə qabiliyyəti olan yaşdadılar. Bəli, bəli. Əgər siz yaş ata olsaydılar, onlar Övlad- ikisi sizin yanınızda olardı. Gene mənim yanımdadır. Gene ikisi də mənim Övladlarınızın yanımdadır. yanına siz getmirsiniz mi? ayrıblar. Övladlarınızı görmək istəmirsiniz mi? Bəli, həmişə. Bu gün də günü bu gün. Uşaqlarınızın böyüməyində bir dəstəyiniz Bəli, olub, oğlumu oxutmuşam, bəli. İnstituta Bəs qoymuşam. onlar oğlumu əlaqə qoymuşam. verməyin Uşaqlarla də. əlaqə saxlaya bilərəm. Bəli, buyurun. Buyurun. Siz evlənmisiniz, dediniz 83-cü, 83-cü ildə, düzdür? 10 il uşağınız gec olub, 10 il yaşamısınız, 1 yaşı olanda ayrıldınız. 88-də bəli. Uşaqlar 83-də deməli, evlənmişəm, 7-8 il sonra olub. 88-də qızım olub. Bəli. Bir neçə ay sonra olub da, 8 Beş il, il, beş il. 5 il Beş il sonra. sonra. Yaxşı, bu evlilik müddətində, yəni bugünün söhbəti deyil Bəli, də bəli. ki, deyək, ay TikTok aranı vurub, ay Instagram aranı vurub, sosial şəbəkələr eləyib. Bəli. O vaxtlar bunların heç biri Bəli, olmuyor. bəli. O vaxt ülvi sevgi olub, Bəli. bir-birinizi sevib evlənmisiniz. Bəli. Bu qızın da qardaşları sizə ərə verib, toy eləmisiniz. Adət El aləm ənənələr. bilib, adət Bəli, düzdür. bəli. Nə baş verdi ki, o qadını birdən-birə çöndü, deyirsiniz, əlbir oldular. Aa, O yaxşı. qardaş niyə İndi qoy sizə mən düşmən cavab verim. kəsildi? Mən- Qadın niyə düşmən niyə kəsildi? Siz çıxıb nə getmək elədiniz ki? məcburiyyətində Nə baş qaldı? verdi? Alo, Bəlkə siz salam. haqlısınız. Əli necəsiz? Çox sağ olun. Sizlə danışan Nigar Fərhaddır. Sözün bitdiyi an verilişindən hal-hazırda da canlı yayındasınız. Sizin atanız buradadır. İlqar da yanımızdadır. Və mən soruşmaq istəyirdim, necəsiz? Yaxşısınızmı? Hə, yaxşıyam, sağ olun. Əli, axırıncı dəfə atanızı nə vaxt görmüsünüz? Nə vaxt görmüşəm, olar bir neçə ay bundan qabaq. Atanızla münasibətiniz necədir? Bir müddətə kimi yaxşı idi, bir müddətdən sonra yox, pisdir. Niyə? Hansı müddətə qədər yaxşı idi və sonra nə baş verdi ki, münasibətiniz korlandı? Özü yaxşı bilirlər axı be onları. Xəstələnmişsiniz, Allah şəfa versin. Hə, sağ olun. Atanızla Narahat olmayın deyəcəyik. hansı ana qədər münasibətiniz yaxşı idi və birdən-birə o korlandı və bu nə səbəbə oldu? Telefonda boş-boş söyüşlər yazandan sonra, pis bir şeylər yazandan sonra korlandı. Atanız deyir ki, sizi oxudub, təhsil verib, özü saxlayıb, böyüdüb. Necə xanım, neysə, hamı hər şeyi yaxşı bilir. Mənim dədəmdir, qanımdır, canımdır. Amma elə şeylər var ki, onlar yanlış edib, çox yanlışlar eləyibdir. Nələri eləyib Əli? Nə sizi incidib? Mənə baxan da, eləyən də, mənim anam da bu qoca yaşında da hər də üstümüzdə əsləyən anamdır. Sürüsən. Dəqiqə, hamısı.
vəziyyətdədir. Ananızın Sözüm, mən 30 gençimi, hər kilo şeyi qızıl, saxlamışam. 20 kilo qızıl oğurladığını iddia eləyir atanız. Ay qadın hanım, eşsən, ay Nida xanım. Eşidirəm, eşidirəm. Mən mamamın 20 kilo qızıl oğurlamağı gücü olsaydı 21 ilkədə niyə saxlayıb bizi? Dayılarından soruş. Yaxşı, Əli, atanız niyə belə bir iddia eləyir? Ayıbdır. O qadın uşaqlarınızı Bir saxlayıb dəqiqə, sizin. bir dəqiqə. Əli, Dəstirin də. Əli, anana Ayıbdır neyniyib? sizin üçün, Neyniyib ayıbdır. atan anana ki, anan Zamanında çıxıb gedib? baxmamısan uşaqlar. İndi gəlmişsən mənə 5 manat pul versin. Haradaydın o uşaqlara baxma? Yalandan mənim 30 qızıl Əli, oğlan açardın var. kameranı, səni heç kəs məndən başqa görməyəcək. Narahat olma, kameralar Oğlum, əks niyə yaşayırsan tərəfdədir. bu həyatda? Səni heç kəs Sabah görmür. get, Zəhmət köçəndən olmasa çocuğu studiyada ziyarət sakitçilik. Əli, səni yalnız... Əli. Əli. Çox görmüşəm. Yo. Əli. Zəhrəmət olmasa sakit Mən ol. fikrimi, qoy mən bir dənə fikrimi xanım, izah Buyurun. edeyim. Mən pis çıxması, mənim 30 yaşım var. Bu həyatı boyu mənim dədəm də yaxşı bilir, mənim ətrafımda yaxşı bilir ki, mən niyə kimi namusumuzu qorumaq üçün, şərəfimizi qorumaq üçün, heç kimə möhtac olmamaq üçün bu həyatda zulüm çəkmişəm, əziyyət Bəs çəkmişəm. atanız hardaydı bu Eşimim arada? var. Mənim atam belə pis çıxmasın, xanım, mən dədəmi danmıram, o mənim qanım canımdır, amma ki, insan gərək ki, bir irəlisin, gerisini fikirləşsin də. Mən ömür boyu onu həmişə eləyib də, indi ailədir, dağılıbdır, nə bilim, nələrsə olubdur. Demişəm mən neysə də, tövbədir də, oldu. Oldu, keçdi. Yenə də pis çıxmasın, demişəm dədəmdir, getmişəm yanına da, getmişəm yanıma da. Amma son vaxtlarda elə bir ki, düşdü də bizlə, konkret düşman oldu. Səbəb nə idi bəs? Səbəb heç nə, yəni bu 20 kilo qızıl deyir. Bax Allah öncəsin, 20 kilo qızılın hardadır sənin, nətər oldu sənin?